Hamını salamlayıram, hörmətli dostlar, tamaşaçılar. Artıq Alanya'dayıq. Bakı səfərimiz bitdi. Alanya'dayıq. Videolar paylaşırıq Alanyadan. Bəli, bura Alanya'da mənim ən sevdiyim küçələrdən biridir. Yunus Emre küçəsi. Keçən Bakıya getmədən öncə buradan videolar paylaşmışdım. Qarşıda London kafeni göstərmişdim. Bugün isə burada daha bir gözəl restoran var. Mezza adlanır. İçində marketi var, doğal və organik məhsullar və çox gözəl yeməkləri var. Doğrudan da çox gözəldir. Mən də ilk dəfə gəldim buraya və bugün sizi Mezza restoranı ilə tanış edəcəm. Bu arada 18 yanvar, havanın temperaturu 16 dərəcədir. Bəli, 16 dərəcə istilik var Alanya'da. Mezza restoranı da tam yolun kənarında yerləşir. Bura açıq terasa hissəsidir. Terasa hissəsi də böyükdür. Burada da otura bilərsiniz. Və qapalı hissəsi də var. 2 mərtəbəlidir. Və içəri daxil olan kimi bura restoranın market hissəsidir. Solda kassadır. Bu arada burada Ramil qardaş da çalışır. Azərbaycanlıdır. Uzun illərdir Alanya'dadır. Ramil, salam, necəsən? Salam, sağ olun. Siz də dərsiniz. Sağ ol, təşəkkürlər. Şad oldum tanış olmamız. Mən də şad oldum. Həmişə gözləyirəm, nə vaxt siz gələ bilərsiniz. Buradayam. Bütün həmyerlilərimizi dəvət edirik. Yerlərinizi dəvət edirəm, hər barədə köməkli edərəm. Çox təşəkkürlər. Ramil həmişə buradadır, güləriz, mehriban, digər qardaşlarla bərabər. Olcan Bey. Olcan abi. Hər zaman bekleriz. Təşəkkürlər, xidmət eləyirlər. Baxın, belə gözəl ürünlər. Bura restoranın və marketin həm kassası, həm də market hissəsidir. Və bu ürünlər hamısı bu restoranda satışdadır. Bugün bazar günü olduğuna göre adam çoxdur. Burada çox gözəl kahvaltı da verilir, səhər yeməyi. Ona göre insanlar gəliblər. Hem dadlı yeməklər. Mehmet abi merhaba. Bu da Mehmet abidir. Buranın müdürü, sahibi. Mehmet abi, nasılsın? İyiyim, hoş geldin. Yemekleriniz çok güzel. Afiyet olsun. Sağ ol. Kahvaltı da var. Saat kaçta açılıyor abi restoran? Sabah 8'de açılır. Hı hı. 8 Kahvaltı. akşam kaça kadar? Akşam işte 23'te kapanır. 23'te. Mehmet abi, bura market hisse öyle mi? Burada bakıyorum özel Burada ürünler market de var. Kahvaltıda yediğin bir sürü ürünü buradan satın alabilirsin. Ha, bunlarda siz hem kahvaltıya veriyor. Beğendiklerini buradan alıyorlar insan. Alabilirler. Zeytini aynı zeytin. Tereyağı aynı tereyağı. Peynirlerin hepsini alabilirsin. Başka ne söyleyebiliriz restoranımız hakkında, Mezza? Valla burası fast food restoranı değil. Burası evde nasıl pişiriyorsak öyle pişirmeye çalışıyoruz. Yani evlerinizde kullandığınız zeytinyağlar, tereyağlar hep aynısı. Sanayi işi yok organik. bizde. Buradaki en zararlı şey patates kızartması. Anladım. Onu evinizde de yiyorsunuz. Bütün etlerimiz, balıklarımız, pizzalar hepsi fırından çıkar bizde. Biz fırın kullanırız. Izgara, alev ısı yoktur bizde. Süper. Dünyanın en iyi fırını pişirme tekniğiyle pişiriyoruz. Ben ilk defa geldim, yemekler çok güzeldi. Herkese tavsiye ediyorum. Lahmacun pizza yedin mi? Yok, farklı şeyler Onları yedim. ye, bir de onlara da bak. Biraz Onlar, hamur yemekleri yemiyorum, o yüzden. Bizimki 12.000 yıllık buğday. Beyaz un yok bizde. Oo. Bizde beyaz un yok. Onun mütləq tadına bakın aziz dostlar. Olur. Ben şu an biraz olmaz bana, o yüzden. Sıkıntı yok, ne zaman istersen. İnşallah. Böyle ve ikinci katta var burada. İkinci kat var. O gruplar için başımız sıkıştığında açıyoruz ama gruplar, özel yemekler. Yani kimse doğum günü, parti falan istese Doğum sipariş günüdür, verebilir. İşte özel partilerde nişan bile yaptık yukarıda. Ha, nişan. Şimdi yukarıya da bakarız. Ben görmedim orayı. Olur. Önce salonu göstereyim, sonra çıkım yukarıya inşallah. Olur. Teşekkürler Mehmet abi. Görüşürüz inşallah. Böyle aziz dostlar, Mehmet abi de bilgi verdi restoran hakkında. Burada balaca bar hissədir. Kofe bar. Burada xüsusi yağlar da var. Baxıram, baxın. Avokado filan yağlar var cürbəcür. 50% də endirim var. Baxın. Deterjanlar? Organik deterjan. Ha, organik deterjanlar, yumada filan istifadə etmək üçün bəzi yağlar. Hər şey var burada.
Bu da tatlılar. Və bu da bizim qapalı hissəmizdir. Ramil qardaş çalışır. Bax belə səliqəli, gözəl bir yerdir. İndi isə qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbəyə belə gözəl nərdivanlarla çıxırıq. Qəşəng bir yerdir. Divarlarda gözəl rəsmlər çəkilib. Və qapı açıldı. İndi burada heç səs yoxdur. Bax belə qəşəng. Böyük bir zal var. Böyük masalar, banketlər, tədbirlər üçün bura gələ bilərsiniz. Hər yerdə şüşələr, rahat işıqlı bir yer, yola baxır. Belə əziz dostlar, Alanya Mərkəz Mezza restorandan gözəl video hazırladıq. İzlədiyiniz üçün təşəkkürlər. Gələn videolarda görüşənədək.